Yoldaşının ikinci evliliği. Uşağı var, olacaq inşallah. Məclislərin birində içkili olmusan. Məni məclislərə yoldaşım aparır. Kimisə gedib ərinin mənimsəməmişəm. Kimisə ərindən övladlar dünyaya gətirməmişəm. Toyunun ətrafında olan söz-söhbətlər hələ də bitib tükənmir. Atamın da arzusu idi ki, məni ağ gəlinlikdə görsün. Kaş ki, bu dünyadan köçməzdi. Ulduz həyatını atan gördü. Hər dəfə deyirdi ki, istəyirəm bax, televizor açanda. Özü gülüm deyirdi, mənə gülüm oxusun. Bayağı musiqi və bayağı musiqiçilər baş alıb gedir. Kimdir bunlar? Hərənin əlinə 500-600 manatlıq telefon düşür, TikToku belə edir, like qoyur, komment yazır. Bu oldu bu gün, buna 50 min baxış gəlib, 100 min baxış gəlib, bu gün oldu tanınmış müğənni. 10 min verir, efiri mən tək alıram, mən bu gün burada tək oxuyacam. Rəqsanə xanım demiş, toydan çıxın evinizə gedin. Bəli, evinizə gedin, hara gedəcəksiniz? Kimsə özünə peş axtarır, sənətsiz qalıb deyir, mən gedirəm müğənni olmağa. Hər vaxtınız xeyir. Bura bu otaqdadır. Bu otaqda çox sözlər deyilib. Amma bu gün ilk olan sözlər olacaq. Çünki bu gün bu otaqda sevilən müğənni Gülkə Ələkbərlidir. Gülkə, xoş gəlmisən. Xoş gəldin. Yaxşıyam, sən necəsən? Sağ ol, yaxşıyam. Gülkə, oğul anası olasan. Bəli, inşallah. Təbrik edirəm. Təşəkkür edirəm. Allah övlad olan hər kəsin övladın bəxtini gözəl eləsin. Amin. Sən də inşallah sağ-salamat qucağına alasan. Necə bir hissdir? Çox gözəl bir hissdir. İzah etmək olmur, amma gözəl bir hissdir. Nə məsələdir? Toyunun ətrafında olan söz-söhbətlər hələ də bitib tükənmir. Çünki mənim toyum gördünüzdə, yəni ölkəyə səs salan toylardan biri oldu. Çox möhtəşəm bir toy oldu. Bəlkə də istəməyənlər danışırlar. Səncə Gülkə, show biznesdə çoxdurmu belə saxta toylar ki, sənin də toyunu o siyahıya salmağa çalışdılar? Mən düzün desəm, yəni rastlaşmamışam saxta toyla. Ola bilər ki, qismət deyə bir şey var və ikimiz həyata gətirməz. Ayrılarlar 1 ay, 2 ay ərzində. Onu mən saxta adlandırmaram. Mənim də toyumu niyə saxta adlandırırlar bilmirəm. Sən də ikinci evliliyin idi? Yox, mənim ilk evliliyimdir. Dəqiq. Vallahi. Bizdə olan məlumata görə bu sənin sizdə olan ikinci səhv məlumatdır. Hazırda yoldaşım da istəyir, qohumlarımız da istəyir. Yəni mənim adıma belə bir dənə də şaya çıxartmayın. Amma yoldaşının ikinci evliliyi. Yoldaşım da yox, ilk evliliyidir. Biz elə dünən anadan olmuşuq da, nətər 2 dəfə evlənə bilərik? Bəs deyirlər yoldaşının hələ bir uşağı da var. Yox da, o qədər də yox. Uşağı var, olacaq inşallah. Niyə bu qədər sənin ətrafında şayələr çıxır? Sən özün bunları, yəni şərait yaradırsan, yoxsa Yox, mən şərait səni yaratmıram. istəməyənlər bunlar? İstəməyənlərdir, göz önündədir ki, da bu qədər də söz-söhbət yoxdur. Niyə bu qədər səni istəmirlər? Niyə səni bu qədər sıxışdırırlar? Kimdir onlar? Çünki mənim sənətim var. Mən sənətimlə gəlmişəm bu günə qədər. Bax, bu stolda əyləşmişəm. Elə sən də, yəni məni sənətimə görə tanıyırsan, başqa nəyəsə görə tanımırsan. Yox, mən səni sənətinə görə tanıyıram və sənətinə də çox böyük hörmətim var, çox böyük dəyərim var. Təşəkkür edirəm. Sadəcə olaraq səni çox sıxışdırırlar bu sənətdə. Məsələn, sənə bəzi efirlərdə meydan oxuyurlar, canlı oxumaq üstündə. Mən onlara meydan oxuyaram, onlar mənə meydan oxuya bilməz. Sən böyük sənətkarlarımızı qoyuram qırağa. Mən onların hamısının qarşısında baş əyirəm. Hər birindən də üzr istəyirəm dönə-dönə bu ifadəmə görə. Bəlkə də kimlərsə səhv anlayar. Mən sənətkarlarımızı demirəm, amma mən öz yaşıdlarım arasında düşünürəm ki, kimsə mənə meydan oxuya bilməz. Xoşbəxtsən də? Çox xoşbəxtəm. Əslində bunu kaş ki dilə gətirməzdim. İstəməyənlər var, göz dəyə bilər. Pis gözlərdən iraq. Allah arzusunda olan, bax təmiz ürəklə deyirəm. Arzusunda olan hər kəsə qismət eləsin o xoşbəxtliklə. Gülkə, atan görmədi də toyunu? Yox, görmədi. Amma istəyərdim də. Çox istəyərdim. Ən böyük arzum mənim də, atamın da arzusu idi ki, məni ağ gəlinlikdə görsün. Amma ömür vəfa etmədi, görmədi. Gülkə, bugün atan burada olsaydı, səni eşitsəydi, ona nə deyərdi? Ona deyiləsi çox sözlərim var əslində. Nə bilim, ağlamaq istəmirəm. Yəni, o nöqtələrə toxunmaq istəmirəm heç. Yəni, hər kəsin öz qəlbində öz dərdi var da, dərinliyi var.
Mən də ona özdüyümdə yaşayıram. Heç mən o baxımdan heç evdə də heç kimlə dərdləşmirəm. Hər şey gecə yerimə uzananda papam üçün dualar edirəm. Atamla dost idin, də Çox mənlə çox yaxın yaxın, dost olmusan. Bütün sirlərini Hər şeyi bölüşürdün. papamla bölüşmüşəm. İndi kimlə bölüşürsən o sirləri? İndi anamla, bacımla, yoldaşımla. Elə sirlər, elə sözlər olurmu ki, deyirsən ki, kaş ata sağ olaydın, bunu heç kimə deyə bilmirəm, içimdə qalır. Elə sirlər yox, amma elə bir hal yaranır ki, deyirəm ki, kaş yanımda olardı. O hansı məqamlardır ki, o məqamlarda ən çox atanı istəyirsən? Nə bilim, çox məqamlar olur. Bəzən mənəvi dəstəyə ehtiyacı olur insanın. İnşallah sağ-salamatçılıqla övladını da qucağına alacaqsan. Baxın deyirəm ki, kaş papam görərdi. Heç toyumu da yox. Kaş onu görərdi həqiqətən. Bilirəm ki, atanın da böyük yarısı olub da həm Mən 9 ildən toyunun sonra övladı. övlad dünyaya gəlmişəm. Papam məndən nəfəs alıb, son 5 il olmuşam. Mən də ondan nəfəs almışam. Çox belə valideynlər son 5 il daha çox bağlı olur da. deyiləsi dərd deyil, laf mənim dərdim. Mən də evin son 5 il olmuşam. Mənim də anam övladlarımı görmədi. Allah O rəhmət mənim eləsin. üçün də həmişə ürəyimdə qalan bir şey olub. İndi də qəbr üstünə gedəndə deyirəm ki, ana nəvələrini gətirmişəm. Getmisən qəbr üstünə hamilə olandan sonra? Hə, əlbəttə. Getməyə bilərəm. Allah o dünyalara versin. Amin. Nəm həyatdır da, ay Əbdül. Bir gün hamımız gəlmişik, hamımız gedəcəyik. Amma düşünürəm ki, valideynlərinə ana, nə ata, kaş ki bu dünyadan köçməzdi. Onlara gələn bütün hər şey yəni bizə gələrdi, amma Təəssüf. təəssüf. Təəssüf ki, heç nə eləmək olmur. Sənin ulduz həyatını atan gördü. Yəni yaxşı günlərini də belə deyək. Atam mənim uşaq idi, mənim əlimdən tutub muğam müsabiqələrinə aparırdı. Bax, burada muğam mərkəzi var, beynəlxalq muğam mərkəzi. Mən hər dəfə oradan keçəndə papamı çox xatırlayıram. Çünki mən ora hər dəfə papam gətirirdi, əlimdən tutub. Gördüm efirə çıxdığın günləri, efirdə oxuduğunu. Yox, bəzilərini gördü, çox az gördü. Hər dəfə deyirdi ki, istəyirəm bax, televizor açanda. Özə gülüm deyirdi, mənə gülüm oxusun. Amma indi ruhu şaddır. Məncə də. Çünki Gülkay Ələkbərli deyiləndə artıq hər kəs tanıyır. Hər kəs səni sevir Gülkay. Əsas odur. Bəli. Atanın da ruhu şaddır. Gülkay toyuna kimlər gəlmədi? İnarsız heç gəlməyənləri düşünmədim ki, yəni Yaxın görmədim. rəfiqələrin var idi, hansı ki gözləyirdin onları, amma gəlmədilər. Kimlər idi? Yox, bir Arzu xanım idi gəlməyən. Arzu xanımda toyu var idi həmən günü. Sonra Arzuxanın onunla yaxınsınız da mən. hə, yaxınıq. idiniz. Elə indi də yaxınıq. Arzu xanım mənim üçün dəyərli xanımlardan biridir. Başqa kimlər gəlmədi? 4-5 nəfər gəlməmişdi. Zeynəb Həsəni gəlməmişdi. Türkan Vəlizadə, Mehriban Qəmbərova. Gülkay haqqında şayələr bitib tükənmək bilmir. Bir şayə gəzir ki, mən məclislərin birində içkili olmusan. Birincisi içkili olmamışam. İkincisi içki içən xanımlara pis baxmıram. Üçüncüsü də Deyirlər sənət yoldaşından dalaşmısan, içkili olub. yox, mən Məsələn, Mənim ümumiyyətlə heç kimlə davam, söz-söhbətim olmayıb. Mən dayanmışam bax belə yerimdə, ancaq mənim ünvanıma daş atıblar. Yığışdırın da daşları. niyə səni daşqalaq edirlər? Paxıllıq eləyirlər. Meydan oxuyursan hər kəsə canlı oxumaq. Sponsorum yox arxamda, pulum yox dalımda. Heç yerə pul xərcləmirəm. Yalnız və yalnız bax bu qurban olduğum verdiyi bu səslə gəlirəm özüm. Onların hamısının biri mənim ünvanıma daş atanın birinin sponsoru bu gün olmasa onlar unudulub gedəcək. Öləcəklər, yox olacaqlar. Kimlərdir bunlar? Çoxları var. Səni məclislərdən vurmaq istəyirlər bu canlı oxuduğuna görə. Hə, olub, çox olub. Kimlərdir? Nə bilim, ay Əbdül. Çünki bu yaxınlarda elə bir hadisə ilə üzləşdim ki, mənə mesaj gəldi. Hə. Mən o mesaja cavab verdim. Hətta mənim yoldaşıma da söz dedilər ki, səni məclislərə yoldaşın aparır. Aha. Ona da çox gözəl bir cavab verdim ki, bəli, bax elə burdan da deyirəm. Məni məclislərə yoldaşım aparır. O mənim ilk ailə qurduğum insandır və mən də onun həyatında olan ilk ailəsiyəm.
Mənim məclislərə onun aparmağı, yanımda olmağı mənim üçün böyük bir fəxrdir. O mənim arxam dayağımdır. Kimisə gedib ərini mənimsəməmişəm. Kimisə ərindən övladlar dünyaya gətirməmişəm. Çoxdur şou biznesdə kimlərinsə ərin, həyat yoldaşının əlindən alıb ondan uşaq dünyaya gətirmək. Əlbəttə ki, çoxdur. Elə gündən bu dəqiqə görmürsüz. Hansı verilişə baxırsan, filankəsin əri belə gəldi, filankəsdən uşaq dünyaya gətirdi. Niyə bunları rahatçılıqla efirlərə gətirirlər, efirlərdə müzakirə eləyirlər? Çox üzr istəyirəm, əxlaqsızlıq təbliğ edirlər. Elədirmi? Əlbəttə ki, elədir. Mənə elə gəlir ki, evdə oturub televiziyaya baxan tamaşaçı üçün müğənninin ifası maraqlı olar. Şəxsi ailəsi, geridə gördüyü pis-pis işlər bu xalqı nə maraqlandırır ki? Və niyə bu qədər bunları açıq-aşkaranə şəkildə efirə gətirib nümayiş elətdirirlər, təbliğ eləyirlər əxlaqsızlığı ki, yəni evli kişidən çox rahatçılıqla uşaq dünyaya gətirmək olar, onu çıxıb rahatçılıqla xalqın qarşısında nümayiş elətdirmək olar. Əslində olmaz. Mənim nikahım biraz gec oldu deyə məni öldürürdülər efirlərin birində ki, qeyri-rəsmi nikahla toy eləmək olmaz. Niyə müğənnilərə sual vermirlər ki, qeyri-rəsmi niyə görə uşaq dünyaya gətirirsə, niyə demirlər ki, olmaz? Məsələ burasıdır ki, o müğənnilər çıxıb efirlərdə çox rahatçılıqla deyirlər ki, mənim övladım, övladımın atası artıq cəmaatın qanuni arvadı qalıb qıraqda. Sənin öz rəfiqən də bu yaxınlarda efirlərin birində onunla bağlı çıxış elədi. Dedi ki, mənim övladımın atasının onun ailəsi ayrıdır ailəsindən. Bildiyim qədər. Heç mən yəni Ülviyə xanımdan onun dərinliyini soruşmamışam. Amma onlarla bilmirəm yəni onun dərinliyini. Yəni səncə bu şeyləri efirlərə gətirən müğənnilərin səsi, sənəti yoxdurmu ki, çıxıb öz səslərin nümayiş elətdirsinlər? Yoxsa bunları efirə gətirən o verilişlərin redaktorları da bilərəkdən bu şeyləri eləyirlər. Ülviyə xanım özü ona etiraf eləməyib efirdə. Ona sual veriblər, o da cavab verib. Amma geridə qalan həm də Ülviyə xanım gördü ki, bu məsələlər bu efirlərdə gedir də. Ülviyə xanımda nə var? Dilində var. Yəni mən tanıyıram da onu. Nə var? Dilində var. Hər şeyi dürüst danışır. O birisilər kimi belə danışmır. Deyir mən bunu eləmişəm. Mənim ərim deyil, qanuni ərim deyil məsəl üçün. Amma birisilər deyir ki, o mənim ərimdir. Sinəsinə də döyə-döyə deyir. Bəli. Ümumiyyətlə sən bu məsələlərə necə baxırsan? Yəni doğrudurmu bir Azərbaycanlı xanımın, istər müğənni, istər qeyri-müğənni olsun, bir Azərbaycanlı xanımının evli kişi ilə eşq yaşayıb ondan uşaq dünyaya gətirmək? Yox, evli kişi ilə əgər onun ailəsi varsa, eşq yaşayıb övlad dünyaya gətirmək yaxşı bir şey deyil. Amma ayrılıblarsa olar da. Yəni bayaq da dedim ki, kimsə qismətdir. Gülka, bir video ilə məşhurlaşdın. Səhv etmirəmsə. Hansı video? Nəfəsin bir mahnısını oxuyurdun. Nəfəslə bir məkanların birində. Yox, mən o video ilə məşhurlaşmamışam. Xeyr. Bildim hansı videonu deyirsiniz. Sarı bülbül. Bəli. Yox, mən o video ilə məşhurlaşmamışam. Amma məncə o videodan sonra sənə başladılar efirlər. Yox, mən ondan öncə Balali ilə, Orxan Hökbətanlı ilə, Elçin Hüseynovla belə məclislərdə oxuyur, görüntü paylaşırdım TikTok platformasında. Mənim zaten kütləm var idi. Yox, onu da oxudum. Deyirəm. Yox, efirlər də yox. Ondan sonra yox. Bir videonda qarşıma çıxdı mənim. Yəni pop divamız Aygün Kazımova məclislərin birində oxuyur. Yaxınlaşırsan sən də onun mahnısını canlı oxuyursan. O da mikrofonu uzadır. Mikrofonu uzadır və çox bəyənir. Bəli. Çox bəyənir. Sənə necə sevgi ilə sığal çəkir. Yəni o videonda çıxmışdı qabağıma. Amma yenə deyirəm, səsim var, sənətim var. Türkiyədə də bax Sibelcan xanımın konsertində oldum. İfa etdiyi yerdə qıraqdan oxudum, mikrofonu özü uzatdı. O da çox sevgi ilə yəni yanaşdı. Bayıldı da yəni səsimə. Amma bu səsin, sənətin sanki bu son dönəmlər evliliyindən sonra arxa plana keçdi. Yox, arxa plana keçməyib. Yəni daha çox efirlərdə ailə məsələləri ilə gündəmə gəlirsən, ailə mövzuları ilə gündəmə gəlirsən. Sanki bir növ elə bir ki, sənin ətrafında nəsə
baş verir, səni istəmirlər. O canlı oxumaqlarını efirlərdə göstərəsən. Amma mən istəməsələr də yenə göstərirəm də, bacardığım qədər eləyirəm. Bu bayağı musiqi deyirlər. Bütün ölkə gündəmin zəbt neçə illərdir artıq. Bəli. Ölkə gündəmin zəbt eləmiş bir mövzudur. Bayağı musiqi. Ümumiyyətlə bu bayağı musiqi nə deməkdir? Bayağı musiqi bizim xalqa yaraşmayan musiqi, dırnaq arasında olan musiqi, bu gün oxunub sabah unudulan musiqi. Yəni səncə kimlərdir bu bayağı musiqini təbliğ edən? İstəyəcəm ki, səndən sadəcə ad çəkəsən. Niyə istəyirəm? Ona görə ki, mənim digər ARB televiziyasında da apardığım rubrikada məsələn mən müğənnilərə bu sualı verirəm. Hamı deyir ki, çoxdur. Məsələn mən soruşuram ki, sən bayağı musiqiçisən? Yox, əlbəttə ki, mən sənət göstərirəm. Ay sağ ol. Bax, sənin kimi digər mənim qonağım olan musiqiçilər, müğənnilərə sualı verirəm. Heç kim öz üzərinə götürmür. Mən sənə bayağı demirəm. Anlayıram. Sadəcə o öz üzərlərinə götürmürlər. Və hamı da deyir ki, bugünkü günü, yəni ölkədə bayağı musiqi və bayağı musiqiçilər, yəni baş alıb gedir. Kimdir bunlar? Mən açıq Bir neçəsini çıxardaq qoyaq ortaya. Yəni tamaşaçılar da mən yaxşı görsün. oxuyanların adını çəkə bilərəm. Oxuya bilməyənlər zaten bilir də bu ora hansı yolla nə İnan tər mənə gəlib. bilmirlər. İnan mənə, onların özünə sual Özlərinə haqq veriləndə, qazandırırlar ki, mən oxuyuram. Bəli, onların özünə sual veriləndə belə deyir ki, mənim kütləm var, xalq məni sevir, xalq mənim oxuduğum musiqini sevir, mən oxuyuram. Musiqi savadı Düzdürmü? olmayan insanlar hərənin əlinə 500-600 manatlıq telefon düşür, TikToku belə eləyir, like qoyur, komment yazır. Bu oldu bu gün. Buna 50 min baxış gəlib, 100 min baxış gəlib. Bu gün oldu tanınmış müğənni. Sabah gəlir efirə 2000 pul verir, 10 min verir. Efiri mən tək alıram. Mən bu gün burada tək oxuyacağam. Tək çıxış eləyəcəm. Xalq bəzi savadı olmayan insanlar gətirir bax onları, musiqi savadı olmayanlar. Keçmişdə amma görürsən belə deyildi. Yox, səncə doğrudan da mı yəni kütlə onları gətirir, yoxsa efirlər onları məcbur insanlara sırış eləyir? Yox, ilk öncə kütlə eləyir. Hər kəsin öz necə deyirlər A kateqoriya, B kateqoriyası da, yəni hər kəsin öz kateqoriyası var. Öz sevənləri var, öz kütləsi var, öz səviyyəsinə uyğun insanlar sevir onları. Yəni onda sən Aparıcı da görür ki, bu buna reytinq verir. Aparıcıya nə lazımdır? Bu gün reytinq. Aha. Yox, sənin sözündən onda belə çıxır ki, yəni ölkədə doğru düzgün musiqiyə qiymət verən yoxdur. Sayı Bəli, çox azdır. bəli. Yoxdur deməyək, Azdır da yəni. çox azdır. Heç 50-50 deyil. Bax, bunu bilmək istəyirəm. Bu nədən yarandı? Baxırsınız toylara bu gün kimlər bizim- gedir? Hə. Niyə? Ev yəsi baxır ki, bunun reklamı var. 8000 çıxarır sayır. Fonoqram qoyur oradan. Gəlir biraz da belə eləyir. Всё. Mənim oğlumun toyu, mənim qızımın toyunu filan kəs oxudu. Amma məndə bununla bağlı başqa bir məlumat da var. Deyirlər ki, məsəl üçün o deyirsəni çıxır, oynadır, filan eləyir. Onları toylara, yəni təlxək yerinə çağırırlar. Vallahi mən çağırmaram. Mən istəyirəm ki, mən özümə hörmət eləyən insanımsa, mənim toyum samballı şəkildə Yəni keçməlidir. bəzən də o videolar çıxır mənim qabağıma. Həqiqətən də baxıram Utanc ki, vericidir. sanki bir təlxəyi atıblar ortaya. O şah dövründə təlxəklər olurdu. Salırdılar ortaya. Şah, vəzirlər hərə bir kənardan yığılıb əl çalırdı, nə bilim nə Məsxərəyə edirdilər, qoyurdular. söz atırdılar. Bəli, sanki o videolar onu xatırladı. Onu toyda yox da, onu Səncə- oturarıq dostlarımız əylənmək üçün ki, kefimiz yaxşı olsun. Elə çağırıb əylənə bilərik. Kabinetdə. Kabinetdə aysa 10 nəfər, 15 nəfər. Gəlin falan kəs çağıraq filan baxaq görək nə edir bu. Bu kabinet nə məsələ? Amma bu ailə toy içinə gələsin müğənnilər deyildilər. Kabinet nə məsələdir? Bizim bu gün elə samballı məkanlarımız var ki, onların kabinetlərində 20 nəfərlik, 15-30 nəfərlik məclislər olur ki, orada gedən, əyləşən insanlar, yəni nəyə desən də. Gedirsən kabinetə? Əlbəttə, niyə getmirəm ki? Nə baş verir orada? Heç nə baş vermir. İnsan özünə bu gün harda, necə hörmət eləyirsə, məkandan asılı olmayaraq insana o cür hörmət eləyirlər. Bu mövzularla bağlı olan şərhlərdə başqa-başqa sözlər yazırlar.
Mənə yazılan sözləri mən hər birini, yəni pis Yox, şeylər. sənə yazılanı demirəm. Bu kabinet mövzusu ilə bağlı olan paylaşımlarda, məsələn, şərhlərdə fərqli-fərqli şeylər, fikirlər yazırlar. Məsəl üçün mən də YouTube-da İsayev Media YouTube kanalından istifadə edirəm, özüm istifadə edirəm. Ora gələn şərhlərin çoxsunu oxuyuram. Məsələn, bu yaxınlarda o kabinetlə bağlı bir müğənninin bir parçasını paylaşmışdım. Orada elə şərhlər gəlir ki, yəni mən onu indi burada dilimə gətirmək istəmirəm. Amma sən də çox yaxşı bilirsən nə Bilirəm. hansı mövzularda şərhlər gəlir. Mən yenə də Elədimi doğrudan? Mən də çox görmüşəm ha, o getmişəm mən kabinet məclisinə. Aha. Yəni mən utanmışam ki, bu niyə gəlib bura? Oxumağa gəlib, oynamağa gəlib, nəyə gəlib? Bəli. Yəni demək ki, bunlar özləri istəyirlər, o şəraiti yaradırlar və bunu da utanmazcasına reklam edirlər. Bu ədəbsizlik daha çox Azərbaycandan kənarda olur. Toylara gedirlər, toy adı ilə gedirlər. Bir toya gedirlər, 3 dənə paltar götürürlər. Bir toyda 3 dənə geyim dəyişirlər ki, güya biz 3 dənə toyda olmuşuq. O 3 günün bircə günün toyda olurlar, o da yarım saatın. Digər günlərində? Digər günləri də özləri bilər də. İndi mən dilimə gətirməyə ayıbdır. Rəqsanə xanımla bağlı bir paylaşım. Rəqsanə xanım bilirsiniz nəyə görə onu deyirdi? Çünki Rəqsanə xanım Moskvada olanın iç üzün bilirdi. Rəqsanə xanım mən həmişə niyə sevib dəstəkləmişəm? Nə var düzdür. Birbaşa üzlərinə deyir. Yəni sən də etiraf edirsən ki, çox görmüşəm. Əksəriyyəti çox görmüşəm. Rəqsanə xanım demiş, toydan çıxın evinizə gedin. Bəli, evinizə gedin. Hara gedəcəksiniz? Pul istəmirsiniz? Oxudun, toyuğa çıx get də. Halal pulu qazanmısan, çıx get evdən. Sən və sənin timsalında oxuya bilən sənətçilər oxumadı deyə insanlara biz bu lazımsız musiqiləri təqdim elədik deyə artıq insanların qulağı öyrəşib, o tip mahnılara, bəlkə də qulağı öyrəşib artıq. Zövqü artıq o cür formalaşıb deyə bu lazımlı mahnıları artıq istəmirlər. Zövq artıq o cürə formalaşıb bəlkə də. Səncə düzgündürmü? Yəni bir sənətçinin kütlə deyə müraciət edirsiniz də, kütlənin ardınca getməyi, yoxsa əsl sənətçi kütləni öz arxasınca gətirməlidir? Əslində əsl sənətçi bax sən dediyin kimi kütləni öz arxasınca gətirməlidir. Amma bu gün bizdə hər şey əksinədir. Niyə problem harda yarandı? O boşluğu yəqin ki, o boşluğu bu gün biz yox, sənətkarlar, sənətçilər yoxdur da. O qondarma oxuyanlar, dırnaq arası oxuyanlar, pul hesabına bu gün gəlib müğənni olanlar. Ay qardaş, kimsə özünə peşə axtarır, sənətsiz qalıb deyir mən gedirəm müğənni olmağa. Asan yol bilirlər bunu. Da demirlər, cəmaət 5 yaşından, 6 yaşından təpik döyür bu musiqi yollarında, məktəb yollarında. Səncə doğrudanmı asant bir sənətdir müğənni? Yox, əslində əziyyət çəkən üçün asant deyil. Sponsor şotuna gələn əlbəttə ki, asant biləcək onu. Əlin qoyub qulağın dibində, sabah o efirdəsən, bugün bu klipi çəkirsən, bu səni stilist geyindirəcək, səni belə eləyəcək, elə eləyəcək. Hazıra nazir də. Amma mənim kimi əziyyət çəkənlər üçün mənim anam məni oxutdurmaqdan ötürü bəxt üzüyünü satıb oxutdurub musiqi məktəbində. Məndən ötürü pullar xərcləyiblər ki, mən müsabiqələrdə falan, yəni yollarda da ora-bura gedim. Yəni bu gün onların hamısını qaytara bildinmi? Hə, qaytarım. Hələ öhdəsindən gəlməmişəm. Nə qədər də anama borcumu qaytarsam da borc bitməyəcək ömrümün sonuna qədər. Valideynə olan borc bitməz. Hə, onu deyirəm. Yox, deyəcək, nə sözün qaldı bu gün? Deyəcək, əslində çox sözüm var, amma heç birini demirəm. Özünüzə yaxşı baxın. Özünüzə sənət tapın. Kim nəyi bacarırsa o işlə məşğul olsa daha yaxşıdır. Tellərini dolayıb boynuma sal gecələr, boynuma sal gecələr. Mənim sirdaşımsınız gecələr, ay gecələr, gecələr, ay gecələr. Ürəyimdə səhərin neçə istək vardır. İntizar ağlarımda gecə
uzun olurmuş. Geceler geceler gece uzun olurmuş. Kuş tek uçan xəyalım hardan hara gecələr mənə səd aparıram yatanlara gecələr 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 yatanlara gecələr